Bugün evdə dadı möhtəşəm olan dönər hazırladım. Bu üsulla etsəniz daha dönərçidən dönər almaq istəməyəcəksiniz. Həm xırçıltılı, həm də doyumlu dönərimizi gəlin birlikdə hazırlayaq. Mən fileni bu şəkildə doğradım, xırda-xırda. Sosunu əlavə etdim, mayonez əlavə etdim, biraz tomatını əlavə etdim, paprikasını, sonra xiyar pomidoru doğradım, sarımsaq. Bu mənim sosumdur. Mən tomata su qatdım və biraz sarımsaq qatıb ocaqda onu biraz isitdim, qaynatdım və çörəklərim. Bu çörəklər çox dadlıdır. Bu çörəklərin içərisinə kəsdikdən sonra mayonezini, sonra pomidorunu, soğanını əlavə etdim və mayonezi evdə hazırlamışam. Resepti səhifəmdə var, baxa bilərsiniz. Evdə mükəmməl alınır. Bu şəkildə içini doldurdum və hazırladığım toyuq filesini dönərimi əlavə edərək dönərimin ətini əlavə edirəm. Dadı mükəmməldir. Mütləq sınayın evdə. Sosunu da əlavə edin. Dadı mükəmməl alınır. Mütləq evdə sınayın və bəyənməyi və şərh yazmağı